Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə birlikdə, deməli, keçmişə səyahət edirik. Yəni 2018-ci ildə DİM tərəfindən keçirilmiş bir sınağın izahına baxırıq və məncə keçmişə səyahət edərək videonu saxlayıb, düşünün ki, imtahan zalındasınız və imtahan verirsiniz. Görün 2018-ci ildə siz olsaydınız nə qədər düz yazardınız. Videonu saxlayın, dayandırın, hər sual oxuduqca özünüz həll etməyə çalışın. Sonra başladın və görün, sizin dediyiniz cavabla mənim dediyim cavab üst-üstə düşürmü, yoxsa yox. Gəlin, o zaman başlayaq 26-cı sualına. Keçməmişdən öncə xatırlatmaq istəyirəm ki, bizim dərs qruplarımızda iştirak etmək istəyirsinizsə, 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Deməli, 26-cı sual. Bu arada 4-cü qrupdur bu. 0,2 molunda 6,4 qram oksigen olan spirt üçün hansı ifadələr doğrudur? 0,2 molunda, fikir verin, 0,2 molunda 6,4 qram oksigen var. Yaxşı, bəs görək 1 molunda nə qədər var? 1 molunda x qədərdir. X-i tapırıq neçə? Deməli, 32. Deməli, bizim 1 mol spirtimizdə 32 qram oksigen var. 32 qram oksigen, yəni neçə ədəd oksigen? 2 ədəd oksigen. 2 oksigenimiz varsa, deməli, bu nə ola bilər? Bu ola bilər 2 atomlu spirt. 2 atomlu spirtdir bu. Bəli. İndi, 1 molu artıq miqdarda natrium ilə qarşılıqlı təsirindən 2 qram hidrogen ayrılır. Yadınızda saxlayın. Əgər 2 atomlu spirtdirsə, 1 molu atomunun yarısı qədər hidrogen ayıracaq. Yenə deyirəm, diqqətli olun. 2 atomlu spirtdirsə, deməli, o 2 atomlu spirtin 1 molu atomlarının yarısı qədər. 2 atomludurmu? 1 mol hidrogen ayıracaq. 1 mol hidrogen də neçədir? 2 qram deməkdir. İndi burada qramdan verib. Ona görə birinci ifadə də doğrudur. Çünki 2 atomlu spirtdir. 1 molu 2 qram hidrogen. Yəni 1 mol hidrogen ayırır və 2 atomlu spirtdir. 1 ilə 3 düzgün cavabımız olmuş olacaq. Və 3 atomlu spirt bəs, yadınızda saxlayın. 3 atomlu spirtdə mütləq şəkildə 1 molu atomunun 3 atomda yarısı qədər, yəni 1,5 mol hidrogen ayıracaq. Qram olaraq nə qədərdir? 3 qramdır. O zaman 1 atomlu spirtdə vəziyyət necədir? Öz atomunun yarısı qədər hidrogen ayıracaq metalla, natriumla reaksiyasından. O zaman nə qədər hidrogen ayırar? 1 atomludur yaxı, 0,5 mol. Qram olaraq nədir? 1 qram. Keçək növbəti suala. Deməli, 27-ci sual. X4 O6 birləşməsinin əmələ gəlmə istiliyi 392 kilojol bölünsün moldur. Bəsit maddələrdən 44 qram, deməli, X4O6 əmələ gəldikdə, bəsit maddələrdən 78,4 kilojol istiliyi ayrılmışdır. X atomunda 16 neutron varsa, proton sayını hesablayın. Bu arada videonu saxlayın, özünüz testi həll eləməyə çalışın. Çünki buradakı suallar sizə tanışdır. Bəziləri topludan ola bilər, bəziləri işlədiyiniz sınaqlardan ola bilər. Ona görə çalışın, sualı saxlayın, özünüz həll edin və sonda yoxlayın ki, görün mənim cavabımla sizin cavabınız üst-üstə düşəcəkmi? Deməli, əmələ gəlmə istiliyi 392-dir və bəsit maddələrdən əmələ gəlib. Biz bilirik ki, maddənin əmələ gəlmə istiliyi nədir? 1 mol daha doğrusu 1 mol mürəkkəb maddə bəsit maddələrdən əmələ gələn zaman ayrılan istiliyidir. O zaman baxırıq ki, 1 mol deməli, bəsit maddənin, daha doğrusu mürəkkəb maddənin kütləsinə qədər, daha doğrusu, belə quraq cümləni. 1 mol mürəkkəb maddə əmələ gələn zaman ayrılan istiliyi nə qədərdir? 392. Yaxşı. Bunun qramını neçə verib? 44 qram. İndi 1 molla getdik, biz qrama qram yazmalıyıq deyə 1 molunun kütləsi nə qədərdir? X4O6-nın 1 molunun kütləsi nə qədərdir? 4x üzərinə gəlinsin. 16-nı 6-ya vuranda 96. Bəli, 1 molunun kütləsi budur. Kütlə ilə yazırıq. 392 kilojol istilik ayrılır. Niyə? Çünki əmələ gəlmə istiliyinin tərifi odur, uşaqlar. Əmələ gəlmə istiliyi nədir? 1 mol mürəkkəb maddə bəsit maddələrdən əmələ gələn zaman ayrılan istilikdir.
Yəni bu istilik maddənin 1 molunun istiliyidir. 1 molunun kütləsi də nə qədərdir? 4x + 96. Yaxşı, bəs deməli bizə nə deyir? 44 qram. 44 qrama nə qədərdir? 78,4. Buradan x-i tapaq. Əgər fikir versəniz, bu 2 dəfə artıb sonra 10-a bölünüb. O zaman, yəni bunu belə götürsək, 2 dəfə azalıb 10-a bölünüb, yəni 20-yə bölünüb. 44-ü də 20-yə bölsək neçə edər? 20-yə yox, bircə dəqiqə. Daha doğrusu, hər dəfə çaşırıq. 2-yə bölünüb 10-a vurulub. Elə olub, elə düşünün. 44-ü 2-yə bölürük, sonra 10-a vurur. Uzun sözün qısası tənasübü həll edin. 4x + 96 bərabərdir 220-yə. 220-dən 96-nı çıxarıb 124, 4x 124-ə, x də bərabər olacaq 124-ü 4-ə bölsək 31. Deməli, maddəmiz 31-dir. Cavabı da gedib 31-i axtarmayın, çünki sizdən proton sayını istəyir. Neytron sayı 16-dırsa, o zaman proton sayı da olacaq neçə? 15. Yəni düzgün cavab Y variantı. 28-ci sual. Elektroliz prosesi verib müəyyən edin. Aktiv metalların duzları elektroliz edən zaman katodda hidrogen, çünki metal özü ayrılmır, qüvvətlidir, hidrogeni göndərir yerinə. Oksigensiz turşunun duzudursa, o zaman turşu qalığı özü və yerdə də qalır nə? Kalsium, hidrogen ayrılır. Burada bir OH qalıb, burada bir kalsium, birləşdiririk kalsium OH2. Sonra da deyir, Y-i tapaq. Aha, Y nəymiş ki, üzərinə su gələndə X-a fikir verin, X burada da var. Kalsium OH2 aldıq, axı X-i. Kalsium OH2 olub. Bu kalsiumun hidridi də ola bilər, kalsium özü də ola bilər. Hidrogen ayrıbsa. O zaman gəlin baxaq. X-a kalsium OH2 deyirik. Kalsiumun hidridi ola bilər, oksidi ola bilməz. Oksiddə çünki hidrogen ayrılmır. Ona görə də düzgün cavab B variantı olur. Yenə deyirəm, Y-in yerinə hidrid də ola bilər, kalsium özü də ola bilər. Sonra keçək növbəti suala, 29-cu sual. Hansı maddələr həll olan şüşə adlanır? Həll olan şüşə, artıq bu əzbərə dayanan bir sualdır. Natrium və kaliumun birləşmələri həll olan şüşədir. Yəni düzgün cavab 1-4 B variantı olacaq. 30-cu sual. Atomun elektron təbəqəsinin sayı 4-dür. Valent elektron sayı 1-dir. Elektronları olan orbitalları müəyyən edin. Aha, 4-cü səviyyəmiz var. 4s. Valent elektron, yəni xarici təbəqədə yerləşən elektron. O zaman 1-dirsə 1-dir. Valent elektron xarici təbəqədə həmişə. Deməli 4s 1-dir. Bunun 3d'si yoxdur. Çünki 3d'si olsaydı toplamalıydıq axı. İndi bizə nə deyir? Elektronları olan orbitallar. Gəlin, baxaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6 və 4s2 olacaq. Elektron olan orbital. Bunun bir orbitalı var, bunun da bir orbitalı var, bunun 3 orbitalı var, P'də 3 orbital var, S'də yenə bir orbital var, P'də yenə 3 orbital var. Sizə elektron sayı demir, orbital sayı deyir. Bu S'də də bir orbital var. Hər birində də elektron var. Orbitalları sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni düzgün cavab olacaq D variantı. 31-ci sual. Sxem üzrə 1 və 2-ci mərhələdə reaksiyanın çıxımı 50%. 3-cü mərhələdə reaksiyanın çıxımı 100%-dir. Verilmiş sxemə əsasən 196 qram sulfat turşusu almaq üçün neçə mol dəmir S2 götürülməlidir, yəni pirit götürülməlidir. Gəlin baxaq. Bunun 1 moluna 1 mol alınır. Düzdür? Arxadan başlayırıq həll eləməyə. İndi fikir verin, SO3 almışıq H2SO4-dən və H2SO4-ü 196 qram almışıq. 196 qram. Normalda o zaman görürük ki, neçə moluymuş? 98 1 moldursa, o zaman 2 moluymuş. Bunun 2 alınması üçün bundan da 2 mol götürməliyik. Amma bizə nə deyir? 3-cü mərhələdə 100%-dir. Yəni çıxım yoxdur, 100%-dir. Çıxım, yəni 2-yə 2-dirsə 2 alınıb. Yəni biz bundan 2 götürmüşdür, deməli bundan da 2 alınıb. Yəni 100 budur da, faizin çıxımı yoxdur. 2-nin 100% neçə edir? Yenə 2 edir. Deməli 2 mol SO3-dən 2 mol H2SO4 almışıq. Burada problem yoxdur. 2 mol SO3-ümüz var. Qaydırıq bir dənə arxaya. SO2-də də fikir verin, normalda 1 mol SO2-yə 1 mol SO3 alınmalıdır. Biz əvvəldən bildik ki, 2 dənə SO3 almışıq. Deməli, 2 dənə SO2 də
götürülüb. Yəni mümkünatı yoxdur. 2 dənə SO2-dən 2 dənə SO3 ala bilərik. Amma bu da deyir ki, reaksiyanın ikinci mərhələdə reaksiyanın çıxımı 50% imiş. Yəni 50% odur ki, bu çıxım baş verib, sonda 2 qalıb. Deməli bu əvvəl neçə imiş? Bu 2 50%dir. Bəs 100% neçə imiş? 100% x, x də 4 imiş. Deməli biz SO2-ni əslində 4 mol götürmüşük. Sadəcə məsələnin şərtində deyir, ikinci mərhələnin çıxımı 50-dir. 4-ün 50% qalıb 2 mol. 2 mol SO2-dən 2 mol SO3 almışıq. 100% çıxımla da 2-dən 2 mol H2SO4 almışıq. Burada da bir problem yoxdur. Amma bizdən nə istəyir? Pirit istəyir. Bir dənə də əvvələ gedirik. Dəmir S2. Reaksiyanın özünə fikir verin. Dəmir S2-dir. Deməli burada 2-dirsə, bunun 1 moluna 2 dənə SO2 alınmalıdır. 1 moluna 2 dənə SO2 alınmalıdır. Amma biz gördük ki, nə qədər imiş? 4 imiş. 4-ün 50% ilə gedib də reaksiya. 50% nə qədərmiş? 4 imiş. Deməli biz bunun 1 moluna 2 alırıqsa, 4 mol SO2 əlimizdə var idisə, x da bərabərdir. 2 mol pirit götürmüşük əslində. Çünki 1 moluna 2 alınırsa, əlimizdə 4 mol SO2 olubsa, hələ çıxım baş verməyib, çünki reaksiya düzünə gedir. O zaman biz 2 mol pirit götürmüşük. Amma fikir verin, bu reaksiyanın çıxımı da nədir? 50%dir. Çünki deyir, birinci mərhələ də 50%dir. Yəni, nə olsun siz 2 mol piritdən 4 mol SO2 almışsınız. Əslində piritiniz nə qədər imiş çıxımdan əvvəl? 2-yə 50-dirsə, 100-ə x, x-ə bərabərdir 4. Bəli, siz piriti də 4 mol götürübmüşsünüz. Həqiqətən də elədir. Gəlin düzünə gedək. 4 mol piritdən 50% çıxım qalanda 2 mol pirit qalır. 2 mol piritdən 4 mol SO2 alırıq. 4 mol SO2-nin 50% çıxımdan ikisi qalır. 2-dən də 2 SO3 alırıq. 100% çıxımdan da 2-dən də 2 alırıq. Yəni bu şəkildə geriyə doğru getmiş oluruq. Düzgün cavabımız olur B variant. Növbəti sual. Hansı reaksiya sxemində alüminium sulfit alınır? Sulfit. Gəlin baxaq. Birincidə alınmır. Xeyr. Çünki heç mübadilədə çöküntü belə yoxdur. Zəif həll olan duz var. Heç sulfitlə əlaqəsi yoxdur. Bizə sulfit deyir və it deyir. Aha. Sonra baxırıq, deməli, ikinci reaksiya oradan da alınmır. SO4-dür. Sulfitin nə işi var? C variantı 3-dən də alüminium sulfat alınır. Mümkünatı yoxdur. D variantı ümumiyyətlə getmir. Alüminium atomu çıxara bilmir. Aha, Y variantı gətirib Y-də qoyublar. SO2 su. Hansı turşudur bu? Bəli, sulfitin anhidrididir. SO2 sulfitin anhidrididir. Ona görə də buradan alınan duz olacaq sulfit. Digərləri sulfat idi. Yəni alınmır. 30-cu sual. Alkendir. Rabitələrin yaranmasında iştirak edən elektron sayı 30-dur. Aha, 30. Elektron sayı 30-dur. Elektron. Elektronu neçə rabitə yaradır? Test. Bir rabitəni, daha doğrusu elektronlu, rabitəni neçə elektron yaradır? Bir rabitəni 2 elektron yaradırsa, bizim də 30 elektronumuz varsa, 32-yə bölürük, 15 ədəd rabitəmiz var imiş. Bəli. Çünki bir rabitəni 2 elektron yaradır. 15 rabitə 30 elektron. Bizə nə deyir? İştirak edən elektron, hədə ümumi rabitələrin sayı deyir. Yəni, həm sigma, həm pi fərq eləmir. Biz bilirik ki, alkində karbon-karbon arasında sigma rabitə n çıxılsın 1-dir. Karbon-hidrogen arasında sigma rabitə hidrogen sayı qədərdir. Bir də bir dənə rabitəmiz var, pi rabitəmiz. Pi rabitəsi də 1 ədəd olduğuna görə o plus 1-i də nəzərə alırıq. Ümumilikdə neçə dənə rabitəmiz olur? Toplayanda 3 n-dir. 3 n. 3 n-imiz o nəyə bərabərdir? 15-ə. Çünki biz burada pi rabitəni də nəzərə alırıq, təkcə sigmaları yox. 15-ə. N-i tapırıq neçə? 5. 5 dənə karbon atomu olan alken. Deyir, cis-trans izomeri olsun. Cis-trans izomeri olsun. O zaman baxırıq ki, 5 dənə olanları saxlayaq. Y getdi, A getdi. Penten 1, penten 2, 2 metil buten də var. Penten 1-dən penten 2-də penten 1-dən şübhələnməməliyik. Niyə? Çünki penten 1-i bu şəkildə yazırıq. CH2, CH2, CH1, 2, 3, 4, 5. Fikir verin, burada penten 1-də 2 qat rabitənin ətrafındakı karbonun
Bir ucu iki ucunun ikisi də hidrogenlə birləşir. Eyni element var. Bəli, digərində bir tərəfdə var hidrogen, digəri propildir. Buna görə bəlkə cis-trans əmələ gələrdi. Amma buna görə cis-trans həyatı boyu əmələ gələ bilməz. Çünki karbonun deməli, bir qoluna 2 hidrogen birləşib. Bir qoluna 2 hidrogen birləşib. Biri fərqli radikal və ya atom olsaydı olardı. O zaman penten 2 olacaq cavab. Çünki penten 2-ni yazanda gəlin yazaq. Deməli. Fikir verin. 2 qat rabitənin ətrafındakı karbonlara baxın diqqətlə. Hətta başqa qələmlə işarə edək. Bunlara baxın. Bir tərəfdən hidrogen, digər tərəfdən birləşib metil qrupu ilə. Bu da birləşib etil qrupu ilə. Yəni avtomatik karbonların iki qolunun ikisi də müxtəlif atom və radikal olduğuna görə cis-trans əmələ gəlir və C variantını götürür. 34-cü sual. Hansı birləşmələr suda pis həll olur? Suda pis həll olur. Deməli, 34-də baxırıq ki, pis həll olanlar karbon turşularının kalsium və maqnezium duzlarıdır. Cod suda deyirik, həll olmurlar, bəli. Nəzəri hissədir bu da 2 ilə 4. Bəs bu sintetik yuyucu vasitələrin maqnezium və kalsium duzları suda yaxşı həll olur. Onu götürmürük. Ona görə kalsium və maqnezium cod suda həll olunur. Onu avtomatik götürmüş oluruq. Sonra 35-ci sual. Duzları verib, fikir verin. Bəsit və mürəkkəb maddələrin sayını verib. Aha, bu artıq aktiv, orta aktiv, pasiv metalların, nitratlarının parçalanmasıdır. Bir bəsit maddə birdən olsun, mürəkkəb maddə 2 dənə. Gəlin bir dənə nümunə göstərək. Aktivə, misal üçün, natrium nitrit parçalananda verir, natrium nitrat daha doğrusu. Natrium nitritə və oksigenə. Sonra deməli, bir dənə orta aktiv götürək, misal üçün, sink nitratı götürək. Alınır sink oksid, NO2, O2. Bir dənə pasiv metallardan misi götürmürük. Niyə? Çünki mis istisnadır. Misal üçün, gümüşü götürək. Gümüş nitrat parçalananda gümüşə, NO2-yə və O2-yə parçalanır. İstisna, litium aktiv metal olsa da orta aktivlər kimi parçalanır. Mis aktiv metal olsa da orta aktivlər kimi parçalanır. İndi biz baxırıq. Bir bəsit, iki mürəkkəb maddə harda var? Baxın, orta aktivlərdə var. Bir bəsit, iki mürəkkəb. Yəni, sink də ola bilər, mis də ola bilər. Çünki mis zəif olsa da orta aktiv kimi parçalanır. O zaman C-ni, B-ni çıxırıq. İkincidə deyir, iki bəsit olsun, bir mürəkkəb. İki bəsit mürəkkəb nədə olur? Zəiflərdə. Biz də baxırıq ki, civi ola bilər, bəli, gümüş ola bilər. Bu variant avtomatik çıxır. Çünki aktiv metal o cür parçalanmır. Yerdə qaldı bizim iki variantımız. Heç B variantda çıxmışdı, D və ya Y. Bəli, gəldik. Bir bəsit, bir mürəkkəb olsun, o da aktiv metallarda olur. Baxın, aktiv metalların duzlarının parçalanmasıdır. Ona görə düzgün cavab Y variantı olmuş olacaq. 36-cı sual. Qrafikə əsasən reaksiya başlandıqdan 30 saniyə ərzində oksigenə görə orta sürət. Aha, sürət istəyir. V bərabərdir. Sürət, oksigen başda yerləşir. C1 çıxılsın C2 bölünsün delta tau. Çünki başlanğıc maddədir. C1-dən C2 çıxırıq. Oksigenin başlanğıcı 4. Elə sağ olsun, oksigeni də verib qrafikdə. 4. Axırıncı qatılığı 1. Zaman nədir? 30. 4-dən 1 çıxırıq 3, 3-ü 30-a bölürük, 0-onda 1, yəni düzgün cavab Y variantı olacaq. Hazır düsturdur. 37. Sxemdəki X maddəsini müəyyən edin. Aha, benzolun üzərinə əgər nitrat turşusu gəliriksə, alırıq C6, H5, NO2. Üzərinə hidrogen gəlirik, almışıq, bəli, anilin, düzdür. İndi bizə deyir, molekulunda 14 atom var. Gəlin baxaq. 6, 5, 11, 12, 14. Bəli, bu düzdür. Həqiqətən də nitrobenzolda var. 14 atom var. Karbon atomları sp hibridləşmə. Səhvdir. Benzol halqəsindəki karbon atomları sp2 hibridləşmə vəziyyətindədir. Aminlərə aiddir. Xeyr, nitro birləşmədir. Baxın, amin olan budur. Amində mütləq NH2 qrupu olmalıdır. Karbon atomları sp2-dir. Bəli. Molekulunda karbon-karbon arasında sigma rabitə sayı 6-dır. Bəli, bu da düzdür. Çünki həlqədir. Benzol həlqəsində karbonların sayı qədər olur. Ona görə düzgün cavab 1, 4, 5, yəni A variantı.
38-ci sual. Eyni kütlədə götürülmüş, deməli, CO və oksigen reaksiya daxil olduqda, reaksiyanı mütləq yazmalıyıq, çünki reaksiya gedir artıq, daxil olub. Eyni kütlədə götürülmüş. Deməli, 12 qram birindən 12 qram artıq qalır. Buna görə hansı ifadə doğrudur? Baxın, bilmirik hansından artıq qalıb, nə qədər götürmüşük. Amma gəlin öz bildiyimizə görə ikisinin də kütləsinə baxanda 56 qram bu eləyir. 28-i 2-yə vurun. Oksigenda 32 qramdır. Siz əgər eyni kütlə götürürsünüzsə, öyrənmişik, bəli, böyük kütlədən götürürük. Yəni, hər ikisini gəlin 56 götürək. 56 bunu, 56 bunu. O zaman oksigendən nə qədər artıq qalır? 24 qram. Fikir verin, bunun 56-nın 56-sı da girir, 24 qram oksigen artıq qalır. Əla. 12 qram artıq qalır. Deməli, bütün burada olanları 2-yə böləcəyik. Gəlin baxaq. Artıq qalan dəm qazıdır, səhvdir. 1 mol karbon qazı əmələ gəlir. Gəlin baxaq. Oksigenden 24 qram artıq qalanda 2 mol karbon qazı əmələ gəlirsə, bəli, 12 qram artıq qalıb baxın. 12 qram artıq qalanda nə olar? 1 mol əmələ gələr. Düzdür. Sonra oksigen başlanğıc kütləsi 28-dir. Bəli. Niyə? Çünki 24 qram artıq qalanda 56 idisə başlanğıc. Axı biz 56 ilə getmişik, 24 qram artıq tapmışıq. 56 idisə başlanğıc kütləsi. 12 artıq qalanda nə olar? Təbii ki, 28 olar. Yəni, düzgün cavab 2, 3, A variantı. Və 39-cu sual. Daha bir nəzəri sual nədir? Kibritin alışması zamanı baş verən reaksiya. Kibrit kalium xloratın üzərinə fosfor gələndə olur. Yəni, düzgün cavab C variantı. Bəli, bu kibritin alışması reaksiyasıdır. Deməli, 40-cı sual. Hansı ifadələr tereftal turşusu üçün doğrudur? Tez. Tereftal turşusu hansıydı? Benzol həlqəsi var idi bu tereftal turşusunun. Bir də nəyi var idi? Bir də COH qrupuna sahib idi. Bu bizim tereftal turşumuzdur. Tereftal turşusunda aromatik turşudurmu? Bəli. Niyə? Çünki benzol həlqəsi var. Benzolun homoloqudumu? Həyatı boyu. Ola bilməz. Niyə? Çünki benzol CnH2-nin çıxılsın 6 ümumi formuluna malikdir. Bunda nə gəzir o formul daha doğrusu? Və paraksilolun oksidləşməsindənmi alınır? Bəli, dostlar, paraksilolun oksidləşməsindən alınır. Ksilol nə idi? Ksilol benzola aid olan bir şeydir. Metil qruplarının 1-4 vəziyyətində yerləşməsi idi. Bu paraksiloldur. Bəli, onun oksidləşməsindən həqiqətən də alınır nə? Tereftal turşusu. Ona görə də düzgün cavab 1 və 3, yəni B variantı. Və gəldik. X maddəsini müəyyən edin. Bu da bir, baxın, reaksiyalar vacibdir. Bəli, reaksiyaları əzbərləməliyik. Çox bəsit bir sualdır. Kükürddə öyrənirik. Kükürdün qatı sulfatla qarşılıqlı təsirindən bu reaksiya alınır. Yəni, düzgün cavab C variantı olacaq. İkinci sualda bizə deyir ki, hansı maddələr eyni zamanda məhlulda mövcud ola bilər? Yəni, bu sözün mənası nədir? Çöküntü vermirlər. Bəli, çöküntü vermirlər. Məhlulda bir ola bilərlər. Deməli, çöküntü vermirlər. Bunlar bir yerdə birləşib, bu cür çöküntü əmələ gətirmir. O zaman nə ola bilər? Gümüşlə PO4 tez buradan çöküntü enerjisi görürsünüz, çıxdınız. Kalsium karbonat gəl deyir çöküntüdə çıxdınız. Natriumun çöküntüsü mü var? Yoxdur. Xatırladaq, natrium, kalium, NO3-lərin çöküntüsü yoxdur. Qurğuşunla xlor çöküntü verir, çıxırsınız və barium SO4 qəşəng bir çöküntü verir burada. Məşhur bir çöküntüdür. Onu da çıxırıq. O zaman cavabımız qalır elə D variantı. Bəli, nə sink xlorid çöküntüdür, nə də dəmir SO4 çöküntüdür. Ona görə D variantı olur. Əgər sizə desəydim məhlulda qala bilmirlər, yəni bunlar məhlulda qala bilmirlər də çökürlər aşağı. Çöküntüləri axtaracaqsınız. 43-cü sual. Kalium xloratın xlorid turşilə reaksiyasından 13,44 litr qaz ayrılır. Kalium xlorat nədir? Kalium xlor O3. Xlorid turşisi. Bu xlorun laboratoriyada alınmasıdır. Nə alırdıq? Kalium xlor, xlor 2 və su. Bəli, o cümləni eşidirəm. Əmsallaşdırmalıyıq. Təəssüf ki, əmsallaşdırmalıyıq. Yəni, əmsallaşdıraq görək hara nə düşür. Deməli, kalium xlorun
qarşısına heç nə düşmür. Ayrılan xlorun qarşısına düşür. Bu elektron balansı ilə əmsallaşdıra bilərik. Bura 1 düşsə, deməli 3, bura 6 düşür, burada 3 düşür. Oksigen sayına görə də düzəldə bilərsiniz. Düzəldi. Əmsallaşdırdıq. İndi deyirik kalium xloratına xlor. 13,44 litr qaz ayrılır. Qaz nədir? Xlordur. Siz normalda görürsünüz ki, 3 mol xlor ayrılıb. Gəlin baxaq. Fikir verin. 13,44-ü tez bir zamanda, tez-tez, yəni vaxt itirmədən mola çevirin ki, işiniz rahat olsun. Gəlin çevirək. O zaman 13,44-ü bölürük 22,4-ə. Bu da edir 0,6 mol. Biz baxırıq ki, 3 mol qaz alınanda kalium xloratına reaksiya girdiyi miqdarı 122,5-dir. Özü verib. Yaxşı, 0,6 alınanda nə olar? X. Bunu da hesablayaq. Hesablayanda diqqətli olun. Səhvlərə yol verməyin. Yoxsa hesablama nəticəsində yol verdiyiniz səhvlər hardasa bir universiteti bitirənə qədər sizin yuxularınıza daxil olacaq. İnanın buna, yəni. O səhvləri elə görəcəksiniz sona qədər. Cavab edir 24,5 C variantı. Sonra 44. Hansı maddə adi şəraitdə bromlu suyu rəngsizləşdirmir? Yəni, ay dostlar, mənası odur ki, rəngsizləşdirmir. Yəni, demək istəyir ki, pi rabitəsi yoxdur. Pi yoxdur. Aha, burada biri var ki, p'si var, amma özü rəngsizləşdirmir. Hansıdır? O da benzoldur. Benzol, bəli, benzol homoloqlar rəngsizləşdirdiyi halda benzol özü rəngsizləşdirmir. Bir də alkanlardan olan propan. Yəni, düzgün cavab 1. A variantı. 45-ci sual. Qabların birində natrium hidroksid, birində H2SO4, digərində isə duru nitrat turşusu var. Hər üç qaba sink əlavə etdikdə ikinci və üçüncü qablarda hidrogen ayrılır. Birinci və üçüncü qablarda məhlulların qarışmasına duz əmələ gəlir. Qablarda müəyyən edin. Bilmirik nədir. Hidrogen, baxın, duru, sink, duru, sulfat turşusu ilə və natrium OH-la reaksiyasından neyniyir? Hidrogeni ayırır. Qatı nitrat turşusu ilə, duru nitrat turşusu ilə, qatı sulfat turşusu ilə hidrogen ayrılmır. Deməli, əgər ikinci və üçüncü qablarda hidrogen ayrılırsa, bunun biri natrium OH-dır, biri H2SO4-dür. Hələ dəqiq bilmirik. Sonra keçdik. Deyir, birinci və üçüncü qablarda məhlulların qarışmasından duz əmələ gəlir. Birinci və üçüncü qablarda məhlulların qarışmasından. O zaman duz, təbii ki, nitrat turşusu artıq bildik. Birinci qabda nitrat turşumuz var. Ya adı ya da bir. İndi natrium OH-la, daha doğrusu duz verir nə ilə? H2SO4 ilə verir də duzu. Düzdür? Birinci və ikinci qablardakı, daha doğrusu birinci və üçüncü qablarda məhlulların qarışmasından duz əmələ gəlir. Daha doğrusu deyir, birinci və üçüncü məhlulların qarışmasından. Day demir, sink geçsin, onlarla duz versin. O zaman siz baxırsınız, nitrat turşusu ilə qatı sulfat turşusunu qarışdırsanız duz ala bilərsinizmi? Birinci və üçüncüyə, daha doğrusu 1 və 3. Nitrat turşusu ilə natrium OH-ı qarışdırsanız, bəli, duz ala bilərsiniz. Yəni, birinci məhlulda nitrat turşusu, ikinci məhlulda natrium OH olsa və biz onları qarışdırsaq duz alarıq. Amma birinci məhlulda nitrat turşusu, üçüncü məhlulda sulfat turşusu olsa, nitrat turşusuna sulfat turşusu bir-biri ilə duz vermir. Ona görə düzgün oxuyaq nöqtədən sonra 1 və 1 ilə 3-ü qarışdıranda duz versin. O zaman düzgün cavab A olur. Bəli, həqiqətən də birinci qabda nitratdır. İkinci və üçüncü qabda hansı olduğunu bilmək üçün bu cümlə bizim işimizə yarayır. Nitratla hansını qarışdıranda duz verir? Təbii ki, natrium OH. 46-cı sual. Deməli, 46-cı sualda deyir, benzoldu, nitrat turşusu reaksiyasından alırıq nitrobenzol. Bayaqki var idi yenə, C6H5NO2. Aha. Xlorla əvəz edirik, amma dəmir xlor üçün iştirakı ilə. Biz demişik, dəmir xlor üçün iştirakı ilə əvəz edəndə sadəcə hidrogen 1 əvəz olunur. Amma alüminium xlor 3 olsaydı, alacağımız cavab olacaqdı C6 xloralfın. Deməli, buradan da xlorbenzol alınır. Nitrobenzol, xlorbenzol, ya 7. İndi gəlin baxaq. Üçüncüdə də alkilləşmə reaksiyasıdır. Stirol alınmır, qarışdırmayın. Stirolun alınması daha cazib gəlir, bilirəm, hiss edirəm. İzopropil zaten alınmır. Amma 2 qat rabitə qırılır. Etenlə C6H6 birləşəndə 2 qat rabitə qırılır və etil benzol alınır.
Yəni düzgün cavab Y variantı olur. Sonra 47-ci sualda bizə nə deyir? X və Y maddəsi üçün doğru olan nədir? Daha doğrusu birləşməsindən. N heksan alınıb. A. Bu vürs reaksiyasıdır. Vürs reaksiyasından normal heksan alınıb. Reaksiyadan qabaq neçəymiş? Bunun əgər tərkibində 6 karbon varsa, vürsdən qabaq neçəymiş? 3 dənəymiş. Deməli, bu nəymiş? CH3, CH2, CH2. Bu X-dır. Y-dən nə alınıb? Deməli, bizə nə deyir? Y-də N butandır. N butan. Yəni 4 dənə var. Yaxşı, bəs reaksiyadan qabaq, vürs reaksiyasından qabaq neçəymiş? 2 dənə karbonu var imiş. CH3, CH2. İndi, bəli, bizə deyir ki, X-la Y-in birləşməsindən. Təbii ki, vürs reaksiyasından onlar özlüyündən də birləşirlər, bir-biri ilə də birləşirlər. Bir-biri ilə birləşmiş versiyasını istəyir bizdən. Biri CH3, CH2, 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 CH3. Görək nə doğrudur bu maddə üçün. N pentandır. Gəlin baxaq. 1, 2, 3, 4, 5. Bəli, düzdür. N pentandır. 2. Mayedir. Maye. Bəli, pentan mayedir. Alkanlardan pentan maye halındadır. Molekulda 16 hibrid orbital var. 4N'dən hesablayırıq. 1, 2, 3, 4, 5. 4, 5'in 20'dir. 4N'dən hesablama ağlımıza gəlməsə sp3, sp3, sp3 və sp3 yazıb 1s, 3p, 4'dür. 4'ü vurursunuz 5'e 20'dir. Düz değil. Qazdır, səhvdir. Molekulunda karbonla hidrogen arasında sigma rabitə sayı 14'dür. Səhv değil. Səhvdir. Karbonla hidrogen arasında hidrogen sayı nə qədər eləyir? S5, H, 12. 12'dir. 14 değil. 6. Cəmi 16 sigma rabitə var. Karbon-karbon arasında karbonun sayıyla bir vahid az. 1, 2, 3, 4, 5 karbonumuz varsa 4 sigma rabitəsi var. Karbon-hidrogen arasında da hidrogenin sayı qədər. Yəni 12. 4 üstü 12, 16. Bəli, doğrudur. Düzgün cavabımız 1, 2 və 6 olmuş olur. 48-ci sual. Enant lifinin makromolekulunda 3500 karbon atomu var. Gəlin biz birinci görək ki, bir dənəsində, bir quruluş həlqəsində neçə karbon atomu var? Enant necə yazılır? Enant lifi deməli CH, biz bunu artıq əzbər bilməliyik. CH2 5 ədəd, yox, CH2 6 ədəd, CO. Baxın, bunun quruluş həlqəsi budur. Bilməliyik. Enantı, sonra kapronu, naylonu, lapsanı bilməliyik. Bir dənə sualımız buradan hazırdır. İndi gəlin baxaq. Bizə nə deyir? Normalda baxırıq ki, sayı istəyir də 1, 7 dənə karbon. Birində 7'dir. Polimerləşmə dərəcəsi neçə olub ki, 3500 olub? Bu N neçə olub ki, 7'ni N'ə vuranda 3500 edib? Tapırıq ki, N bərabər imiş 500'ə. Düzgün cavab olur. N 500. Sonra keçək 49-cu sual. 1 mol spirtin 7 mol suda həll edilməsindən 37% məhlul alınmışsa, spirtin nisbi molekul kütləsini hesablayın. 7 mol su, yəni 7'ni 18'ə vuranda neçə edir? Bircə dəqiqə tez 7'ni 18'ə vuraq, deməli. 7'ni 18'ə vuraq, deməli. Edir 126. 126 qram suyumuz var. Amma nə qədər spirtimiz var bilmirik, amma 1 molda onu dəqiq bilirik. 37% məhlul. Faiz nə? Həmişə həll olanı göstərir də. O zaman spirtimizin kütləsi x olanda faizimiz 37 olur. Suyumuzun kütləsi dəqiq əlimizdədir. 126. Onun faizi nədir? 100%-in 37% spirtin payındadırsa 63 faizdə düşür suyun payına. Buradan da 126 37'ye vurub 63'ə böləndə cavab edir 74. Deməli, spirtimizin kütləsi neçəymiş? 74'üymüş. Bu da çox rahat sualdır. Sonra keçək 40-50'yə. Uyğunluğu müəyyən edin. Hidrogen müsbət bir oksidləşmə dərəcəsindən 0'a gəlsin. Müsbət 1-dən 0'a gəlsin. Burada deməli, birincidə silanın yanmasıdır. Alınır silisium O2 və bu. Biz bilirik, silisium və bor istisnadır ki, hidrogen onlarla mənfi bir göstərir. Silisium və bor qeyri-metal olmağına baxmayaraq. Hidrogen gəlib neçəyə? Müsbət 1'ə. Mənfi 1'dən müsbət 1'ə gəlib. Yəni bu aya aid olacaq. Üçüncü aya olacaq. B variantında alınır kalsium OH2 və H2. Hidrogen müsbət 1 idi. Gəlib bəsit hala 0'a. Yəni 1 aid olacaq B.
Kalsium H2. Bu kalsium H2 alınır sadəcə. Sıfırdan deməli, gəlib nəyə? -1-ə. 0 idi, -1-ə gəldi. Bura aiddir C. CH2-də isə kükürdün üzərinə hidrogen gələndə H2S alırıq. 0 idi. Qeyri-metalla birləşəndə müsbət 1-ə gəldi. Elə bir şey yoxdur. Ona görə D-ni heç yerə aid etməyəcəyik. E variantında da CH4-ün üzərinə CO2 gələndə bu reaksiyadan alınır sintez qaz. CO üzərinə gəlsin hidrogen. Bəli, hidrogen -1 idi. Daha doğrusu, hə, -1 idi. Gəldi neçəyə? 0-a. Yəni 3-ə də aid olmuş olur. Bircə dəqiqə. Hidrogen -1 deyil, bağışlayın, müsbət 1-dir. Qeyri-metallarına müsbət 1 göstərir. Bir dəqiqə qabaqki sözümü unutdum. Müsbət 1-dən 0-a gəlib. Müsbət 1-dən 0-a gəlibsə, deməli olacaq Y. Bəli, sınağın sonuna gəldik. İzah bu qədər idi. Yenidən xatırlatmaq istəyirəm ki, bizim dərs qruplarımızda iştirak etmək istəyirsinizsə 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu günlük bu qədər. Hələlik.